Qoç bürcü 13 oktyabr 2025-ci il. Günün əvvəlində vəziyyət bir qədər çətin ola bilər. Eyni anda həm iş, həm də ev məsələləri ilə məşğul olmalı olacaqsınız. Əsəbi və emosional davranışınız xırda problemləri belə böyüdə bilər. Əgər mümkünsə həmkarlarla ünsiyyəti məhdudlaşdırın. Sosial tədbirlər üçün əlverişli vaxt deyil. Ən yaxşısı diqqətinizi tək başına görə biləcəyiniz gündəlik işlərə yönəltməkdir. Vacib müqavilələr bağlamaq və yeni layihələrə başlamaq məsləhət görülmür. Bu qazanc gətirməyə bilər. Günün ortasına vəziyyət tədricən düzələcək. Bir çox qoçlar əhval dəyişikliyini idarə edərək rəhbərlik qarşısında özlərini müsbət tərəfdən göstərə biləcəklər. Yeni bilik və bacarıqları mənimsəmək asan olacaq. Karyerada irəliləyiş və ezamiyyət uğurlu ola bilər. Maliyyə məsələlərində diqqətli olun. Artıq xərclərdən qaçın. Axşam sakit və xoş istirahət, ailə ilə birlikdə vaxt keçirmək və səmimi söhbətlər üçün münasibdir. Yaxınlarınız sizi anlayışla və qayğı ilə qarşılayacaqlar. Boğa bürcü 13 oktyabr 2025-ci il. Bugün ətrafınızdakı insanların rəğbətini asanlıqla qazana biləcəksiniz. Diplomatik davranışınız və təmkininiz sayəsində hətta çətin münasibətləri olan şəxslərlə də anlaşmaq mümkün olacaq. Mühüm sənədlərin imzalanması, işgüzar danışıqlar, əməkdaşlıq barədə razılaşmalar üçün əlverişli gündür. Bizneslə məşğul olan boğalar mənfəət əldə edə bilər. Qısa səfərlər uğurlu keçəcək. Gözlədiyiniz xəbərlər gələcək. Sosial tədbirlərdə iştirak etmək, yeni tanışlıqlar qurmaq üçün də münasib zamandır. Bu əlaqələr yaxın gələcəkdə faydalı ola bilər. Günün ikinci yarısında kiçik fikir ayrılıqları mümkündür. Rəhbərliklə və ya yaxınlarla anlaşmaq bəzən çətin ola bilər. Amma ciddi münaqişələr gözlənilmir. Axşam ailə məsələləri ilə məşğul olmalı. Yaşlı qohumlara yardım etməli olacaqsınız. Bu planlarınızı dəyişsə də sizi çox narahat etməyəcək. Dostların, sevdiyiniz insanın dəstəyi gərginliyi aradan qaldırmağa kömək edəcək. Əkizlər bürcü 13 oktyabr 2025-ci il. Səhər vacib işlər planlaşdırmaq məsləhət deyil. Ev məsələləri diqqətinizi yayındıra bilər. Daha çox adi, diqqət tələb etməyən tapşırıqlara yönəlin. Əhvalınız bir qədər qeyri-sabit ola bilər. Bu isə həmkarlarla kiçik anlaşılmazlıqlara səbəb olacaq. Ətrafınızdakı insanlarla ortaq məxrəcə gəlmək çətinləşəcək. Alış-veriş üçün də münasib gün deyil. Həm artıq xərcləyə, həm də uğursuz seçim edə bilərsiniz. Günün ikinci yarısında ehtiyatlı davranın. Bəzi planlar gözlədiyiniz kimi getməyə bilər. Tələsik deyilmiş sözlər, düşünülməmiş hərəkətlər sizə zərər verə bilər. Axşam vacib işlərə başlamaq əvəzinə istirahət edin. Emosional tarazlığı bərpa etməyə çalışın. Yaxın insanlardan dəstək istəyin. Yad insanlara etibar etməyin. Xərçəng bürcü 13 oktyabr 2025-ci il. Uzun müddət təxirə saldığınız işləri görmək üçün münasib gündür. Məntiqli düşüncəniz və peşə bacarıqlarınız sayəsində çətin tapşırıqların öhdəsindən gələcəksiniz. Yaradıcılıq ideyalarınız iş prosesini daha səmərəli edəcək. Vacib müqavilələr bağlamaq, yeni əməkdaşlıqlar qurmaq, təsirli insanlarla tanış olmaq mümkündür. Bu tanışlıqlar gələcəkdə sizə dayaq ola bilər. Günün ikinci yarısında tələskənlik səbəbindən kiçik çətinliklər yarana bilər. Düşünülməmiş sözlər mübahisəyə yol aça bilər. Əmin olmadığınız halda vəd verməyin və tələsik qərarlar qəbul etməyin. Maliyyə məsələlərində diqqətli olun. Düşünülməmiş alış-verişlərdən uzaq durun. Şir bürcü 13 oktyabr 2025-ci il. Səhər enerjili və nikbin olacaqsınız. Bu da işlərdə uğur qazanmağa kömək edəcək. Əhvalınız ətrafınızdakı insanlara da təsir edəcək. İş mühiti xoş olacaq. Kiçik çətinliklər sizi qorxutmayacaq. Əlaqələrdə səmimiyyət, qarşılıqlı yardım üstünlük təşkil edəcək. Bəzi şirlər əmlak və ya təmir məsələlərini uğurla həll edəcəklər. Günün ortasında evlə bağlı işlər diqqətinizi tələb edə bilər. Yaxınlarınız işlərinizə qarışa bilər. Buna görə də əsəbləşməməyə çalışın. Maliyyə məsələlərində ehtiyatlı olun. Bahalı alış-veriş üçün uyğun vaxt deyil. Axşam gələcək planlarınızı düşünmək, məqsədlərinizi müəyyənləşdirmək üçün münasibdir. Təcrübəli insanların məsləhətləri sizə faydalı olacaq. Qız bürcü 13 oktyabr 2025-ci il. Bugün böyük və ideal layihələrə başlamaq məsləhət deyil. Ciddi problemlər olmasa da işlərin öhdəsindən gəlmək adi haldan bir qədər çətin olacaq. Həmkarlarla anlaşmada kiçik fikir ayrılıqları mümkündür. İnadkarlıq və güzəştə getməmək münasibətləri korlaya bilər. Əmlakla bağlı əməliyyatlar və təmir işləri üçün əlverişli gün deyil. Xırdalıqlara diqqət edin. Əks halda mühüm bir məsələni gözdən qaçıra bilərsiniz. Mübahisələrdə israr etməyin. Bu münasibətləri gərginləşdirə bilər. Ailəli qızlar yaxınlarının problemləri ilə maraqlanmalı olacaqlar. Maliyyə məsələlərində ehtiyatlı olun. Şübhəli təkliflərdən uzaq durun. Tərəzi bürcü 13 oktyabr 2025-ci il. Yeni biliklər qazanmaq, peşəkar bacarıqları inkişaf etdirmək üçün əlverişli gündür. Mürəkkəb məsələləri belə uğurla həll edə biləcəksiniz. İntuisiyanız doğru istiqaməti göstərəcək. Yeni tanışlıqlar və iş, dostluq əlaqələrinin başlanğıcı ola bilər. Ünsiyyət çox olacaq. Zənglər, yazışmalar, görüşlər. Əgər vacib mövzular müzakirə olunacaqsa, bunu rahat mühitdə edin. Bu, inam və etimad yaratmağa kömək edəcək. Axşam bəzi çətinliklər yarana bilər. Evdəki problemlər diqqətinizi tələb edəcək. Səbəbsiz gərginlik
gərginlik, narazılıq yaxınlarla münasibətləri poza bilər. Bahalı alış-verişlər etməyin. Tək qalmaq, istirahət etmək üçün biraz vaxt ayırın. Əqrəb bürcü 13 oktyabr 2025-ci il. Günün birinci yarısı işgüzar ünsiyyət üçün uğurlu olacaq. Müxtəlif insanlarla dil tapmaq asan olacaq. İctimai tədbirlərdə iştirak və yeni tanışlıqlar uğurlu nəticə verə bilər. Bəzi iş münasibətləri romantik xarakter ala bilər. Fikirləriniz rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək. Yeni əlaqələr qurmaq, etibarlı tərəfdaşlar qazanmaq mümkündür. Günün sonunda emosional gərginlik arta bilər. Kiçik incikliklər, yorğunluq əhvalınızı poza bilər. Özünüzə qarşı həddən artıq tələbkar olmayın. Dostlarla ünsiyyət, sevdiyiniz insanla vaxt keçirmək sizi sakitləşdirəcək. Ox Adam bürcü 13 oktyabr 2025-ci il. Səhər vacib işlərə başlamayın. Diqqətinizi adi tapşırıqlara yönəltmək daha faydalı olacaq. Duyğularınızı idarə etməkdə çətinlik çəkə bilərsiniz. Həmkarlarla lazımsız söhbətlər diqqətinizi yayındıracaq. Mühüm qərarlar qəbul etməyin. Məsləhətli sənədlərə imza atmayın. Günün ortasında kiçik anlaşılmazlıqlar mümkündür. Əgər mümkünsə tək başına işləyin. Həm iş, həm ev məsələlərini eyni anda həll etmək bir qədər yorucu olacaq. Axşam istirahət yaxınlarla söhbət üçün münasib vaxtdır. Emosional gərginlikdən azad olmaq üçün sevdiyiniz insanlarla ünsiyyət sizə yaxşı təsir edəcək. Oğlaq bürcü 13 oktyabr 2025-ci il. Vaxtınızı səmərəli keçirsəniz çox işlərdə uğur qazanacaqsınız. Düzgün qərarlar maliyyə uğuru və işdə irəliləyiş gətirəcək. Uzaq və beynəlxalq əlaqələr üçün münasib gündür. Yeni bacarıqlar öyrənmək və təcrübə qazanmaq asan olacaq. Bəzi oğlaqlar nüfuzlu şəxslərin dəstəyini qazanacaq. Təhsil alanlar, imtahana hazırlaşanlar çətin mövzuları rahat mənimsəyəcəklər. Gözlənməz hədiyyə və ya gəlir ehtimalı yüksəkdir. Yeni imkanlar yaranacaq. Onları vaxtında görmək vacibdir. Günün ikinci yarısında emosiyalara qapılmaq, məsuliyyətləri unutmaq riski var. Buna yol verməyin. Dolça bürcü 13 oktyabr 2025-ci il. Günün əvvəlində bir qədər əsəbi və emosional ola bilərsiniz. Özünüzü idarə etmək çətinləşəcək. Bu kiçik mübahisələrə səbəb ola bilər. Amma səbirli olsanız, vəziyyət tezliklə düzələcək. Cari məsələlərlə məşğul olun. Səhvləri aradan qaldırın. Günün ortalarından etibarən işlər daha yaxşı gedəcək. Bugün bəzi dolçalar üçün gözlənməz uğurlar mümkündür. Yeni ideyalar, qeyri-adi yanaşmalar yaxşı nəticə verəcək. Risklər çox vaxt özünü doğruldacaq. Amma sağlam düşüncədən uzaqlaşmayın. Maliyyə və işgüzar qərarlar qəbul edərkən diqqətli olun. Yeni tanışlıqlar və tərəfdaşlıqlar uzun müddətli əməkdaşlığa çevrilə bilər. Balıqlar bürcü 13 oktyabr 2025-ci il. Səhər bir qədər gərgin ola bilər. Xırda anlaşılmazlıqlar və gərginliklər mümkündür. Hətta adi məsələlərdə belə kompromis tapmaq çətin olacaq. Köhnə problemlər yenidən üzə çıxa bilər. Günün ortasında vəziyyət düzələcək, sakitləşəcək, müsbət düşünməyə başlayacaqsınız. Fikirləriniz, təklifləriniz sayəsində məqsədlərinizə daha tez çatacaqsınız. Ünsiyyət çox olacaq, amma bu sizə fayda verəcək. Cazibədarlığınız və səmimiyyətiniz sayəsində istədiyiniz nəticəni asanlıqla əldə edə biləcəksiniz. Yeni xəbərlər uğurlu, səfərlər mümkündür. Axşam istirahət və sakitlik üçün münasib vaxtdır. Sevdiyiniz insanla gəzintiyə çıxmaq və tək qalmaq sizə enerji verəcək.